Aha. Deməli, ağacda həmişə quşlar olur. Zeri zəranla başlayırsa, çünki həmişə always, usually, seldom, rarely bunlar zeri zəranla işlənilir. There are birds, həmişə sözü var. There are always birds in the tree. Bəzən yolda çoxlu maşınlar olur. Yenə də bəzən, sometimes zeri zəranla deyəcək. İndiki sadə zaman yenə deyirəm. Sometimes, always, usually, often bunlarla işlənilir. There are sometimes a lot of cars on the road. Uşaqlar sabah çox xoşbəxt olacaq. Acaq shall be, will be. Children will be happy tomorrow. Sonra bizim burada çox xoşbəxt olur. Deyə bilərik ki, children will be much more happy tomorrow. Çoxa görə belə deyə bilərik. Bizim bağımızda tezliklə çoxlu meyvələr olacaq. Olacaq, acaq, gələcək zaman var. Shall, will işlədəcək. Zeri zəranla da shall, there shall be, there will be bu formada işlənilir. Deməli, bağımızda tezliklə çoxlu meyvələr olacaq. There will be a lot of fruit in our garden. Deyəsən, tezliklə yaddan çıxdı. There will be, sunu da axırda deyirik də. There will be a lot of fruit in our garden soon. Mən dünən dadlı tort yedim. Baxın, keçmiş zamandadır. Kim mən? I ate, yedim. A tasty cake yesterday. Tələbələr kitabxanada vaxt keçirirlər. Kim tələbələr? Nə edirlər? Keçirirlər. Students spend much time in the library. Sabah pis hava olacaq. Sabah, tomorrow, the weather will be bad. Mən qorxulu səs eşitdim evdə. Eşitdim, keçmiş zamanda. Hear sözünü kökündən dəyişəcək. I heard a scary sound at home. Mən buludların arxasında günəş gördüm. Gördüm, keçmiş zaman. Cümlə necə gedəcək? Kim nə etdi? Bu formada. I saw the sun. Günəş dünyada mötəbər, böyük olan şeylər Z artıqla işlənir. I saw the sun. Buludların arxasına. Behind the cloud. Mənim müəlliməm mənə çox tapşırıqlar verir. Bu həmişə baş verən proses olduğu üçün my teacher always, həmişə, gives me. Nəyə görə istədik? Çünki həmişə təkrar baş verən hadisələr present simple'dır. Present simple'da da bütün şəxslərdə feillər dəyişmir. Sadəcə he, she, it olanda s artırırdıq. Deməli, my teacher gives me a lot of tasks. Və yaxud da belə deyə bilərsiniz. My teacher gives me much homework. Homework sayılmır. Mən bacımla qəşəng nahar qutusu hazırladım. Kim? Mən. Nə etdim? Hazırladım. Cümləyə bu belə girəcək. I made a nice, nə? Nahar qutusu. A nice lunch box with my sister. Mən sənin bacının çantasını stolun üstündə gördüm. İndi mən gördüm. I saw. Nəyi gördüm? I saw your sister's bag. Harda? On the table. Həmişə zaman və yer cümlənin axırında işlənilir. Səhvlərinizi düzəldin. Müəllim mənə evə kitab aparmağımı dedi. Müəllim dedi, sonra nəyi dedi? Aparmamağımıdır. Teacher
said me not take book kitap deyil uşaqlar, yerini itirdim. Not take a book to house. Onun oğlu xoşbəxtdir. Onun oğlu, his son is happy. Çünkü ona təzə maşın alıb. Because, çünkü. Kimi alıb? O alıbdı da. He has bought a new car for him. Nəyə görə has bought dedik? Alıb. İndiki bitmiş zamanda. Have has üstə gələk P2 deyirik. Has bought. Uşaqlar, onun oğlu xoşbəxtdir. Cümləni birləşdirim qoy. His son is happy because he has bought a new car for him. Uşaqlar otaqlarını birlikdə təmizlədilər. Children nə etdilər? Clean it. Nəyi? Their room, otaqlarını together. Mən dönər yeməyi sevirəm, amma çox zərərlidir. I love to eat dönər. Love to eat. İki fe yanaş gəl var, arada to dedik. But çox zərərlidir. Nə? O çox zərərlidir də. It is so harmful. Sən nahar üçün yemək hazırlaya bilərsən. Sən bilərsən. You can make you can make nə hazırlaya bilərsən? Nahar üçün yemək. You can make a meal nə üçün? For dinner. Uşaqlar ağacdan qırmızı almalar dərdilər. Dərmək pikdir də və dərdilər. Bu keçmiş zaman, dərdi. Children picked red apples from the tree. Mən maşınımı özüm təmir edə bilərəm. Mən edə bilərəm. I can fix. Nəyi? My car. I can fix my car myself. Mən özüm edə bilərəm. Oyuncular meydançanı təmizlədi oyundan əvvəl. Birinci gəlin oyundan əvvəllə başlayaq. Oyuncu nə idi? Player deyək də, sizin üçün asan söz olsun. Competitor da deyə bilərsiniz. Player deyək. Player oyuncular before game, oyundan əvvəl, before game, təmizlədi keçmiş zamanda. Clean it the playground, oyun meydançasını. O bütün tapşırıqlarını özü təkcə edir. O, he edir, did his homework on his own. Bunu mən sizə yazmışdım sözlərin içində. On his own, on my own. Mən özüm deməkdir. On my own, mən özüm təkcə. On his own, o özü təkcə. Pişik həyətdə top ilə oynayır. Nə? Cat, nə edir? Play. İndi burada oynayır. Bu indi, mənadan başa düşdüm ki, bu indi baş verir də, bu dəqiqə baş verir. Davam etdiyi zaman deyəcək. Am, is, are və ing. Cat is playing with a ball in the yard. Bildik? Cat is playing with a ball in the yard. Meymunlar balalarını özləri bəsləyirlər. Monkeys həmişə baş verən proses olduğu üçün indiki sadə zamanda feillər dəyişmir, olduğu kimi qalır. Monkeys feed their babies themselves. Hər yay bağda gözəl güllər becərirəm. Becərmək grow idi. Hər yay becərirəm. Present simple'dır. Present simple'da feillər dəyişməyəcək. Təkrar baş verir bu hadisələr. Hər yay filan hadisə baş verir. Hər yay bu da bağda gözəl güllər becərir. Keçən yayda becərdi, bu yayda becərir, gələn yayda becərəcək. Burada feillər dəyişmir. Sadəcə he, she, it olanda es artırır. Deməli, I grow beautiful flowers in the garden, bağda. Every summer. Birinci yer zərfini, sonra zaman zərfini deyirsiniz. O heç vaxt öz dostları ilə oynamır. He
never, heç vaxt, he never plays, bu da yenə hər dəfə baş verən şeydir. He never plays with his friend. İndi buradan qeyd eləyərsiniz, deyəm onun çox səhvin çıxdı. Buradan qeyd eləyərsiniz ki, sometimes, usually, never, often, seldom, rarely, sonra yadıma salın, başqa hansılar var idi? Bunlar, often, bunlar bu zaman zərfləri mübtədadan sonra işlənilir. Məsələn, I often go to my granny. Görürsünüz, I mübtədadan dedim, sonra often dedim. Bunlar mübtədadan sonra işlənilir. Digər zaman zərfləri isə yesterday, tomorrow, bunlar ya cümlənin əvvəlində, ya cümlənin sonunda işlənilir. Bir də var in the morning, in the night, məsələn, in the garden, bunlar isə cümlənin sonunda. İstədim videonu dayandıram, çatdıra bilmədim. Tamam.